Və birdən bir mərdimazarın biri çıxır, gizli qapıları icad eləyir. Bu videoda danışmaq istəyirəm əsasən insanlar necə oldu ki, sadə bu dədə-baba dediyimiz plintuslara ləhnət elədilər. Ümumiyyətlə bu gizli qapılara uyğun hansı plintuslardan istifadə etmək lazımdır, o plintusları necə montaj eləmək, hardan almaq, bu barədə məlumat verəcəm. Bildiyimiz bu sadə, köhnə plintuslar əslində evin yaraşığıdır. Neoklassik stilin, məsələn, klassik stilin əslində əsas detallarından biridir plintuslar. Həm dekor kimi yaraşıq verir, həm burada bəzi məqamlar var ki, hansı ki parket divarla kəsişməsində biz boşluq saxlamalıyıq. Çünki parket genişlənən vaxtı şişməsin, qabarmasın. O boşluq, o genişlənmə vaxtı ona zazor deyirlər də, belə deyə elində. O zazor yaransın orada. Plintus da onun üstünü örtməkdən ötürü idi. Həm də yenə dediyim kimi evin dekoru gözəlliyi idi, yəni belə stilə uyğun olaraq gözəlliyi idi. Modelində də istifadə olunurdu. Arxasından bəzi adamlar naqilləri, kabelləri keçirdirdilər, aparırdılar. Yəni ümumiyyətcə funksional bir şeydir. Amma gizli qapılarla heç cür yola getmədilər. Çünki gizli qapıya uyğun, gizli qapı divar səthi ilə eynidir. Qabarıq deyil. Amma plintus özü 12 milli, 18 milli divardan qabarıqdır. O da gəlib gizli qapı ilə heç cür tamamlana bilmirdi. Bəzi variantlarda baş hissəsini 45 dərəcə kəsib üzü aşağı döndərdilər, amma kobud desək kolxoz variantlardan biri idi. Sonra bu gizli qapını icad edən bu mərdimazarı o qədər sıxdılar ki, o da gizli plintus variantını ortaya atdı. Hansı ki gizli plintus nədir? Bütün evdə perimetr boyu divarın döşəmə ilə kəsişməsi ştrabit olunur, yəni boşluq qazıntı gedir. Təxminən 2 sm dərinliyində o hissəyə metal profil qoyulur və metal profilin üzərindən artıq ya taxta MDF ya yaxud da metal plintuslar montaj olunur bu hissəyə. O zaman da belə bir görüntü ortaya çıxırdı ki, hansı ki qapı altında olan boşluq bizim plintusdan, gizli plintusun stikovkası ilə düz gəlmirdi. Yəni eyni müstəvidə xəttlər görsənmirdi. Bu da minimalizmdə biraz bəyənilmir. Həm də ki minimalist atmosferdə bütün xəttlər eyni müstəvidə getməlidir, vertikal xəttlər məsələn. Bu artıq o vəhdəti korlamış olurdu. Kobud desək bütün işi zay edirdi. Bu zaman burada artıq kölgə profil Superman rolunu oynamış oldu, hansı ki bu problemi aradan qaldırdı. Kölgə profil özü də, yəni adı elə gizli plintusdakı arxa hissədə olan profildəndir. Həmin o profildir. Sadəcə hündürlüyü artıq 8-10 sm yox, 2 sm. Fərq ondan ibarətdir ki, burada heç bir o MDF və yaxud da metal plintus olmur bu hissədə. Sadəcə həmin o divar içi o gizli profil montaj olunur. Laminatla biraz düzgün yola getmirlər. Çünki o oturacaq hissələri düzgün laminatda alınmır. Ona görə laminatın həmin o metal profilə dirənən hissəsinə zamok qoyulmalıdır. Bunu nəzərə alın, əgər kölgə profildən istifadə edəcəksinizsə mənzillərdə. Kölgə profilində bir minusu bu idi ki, hansı ki bu dəfə də gizli qapının altında yaratdığı o boşluqdan daha hündürdə bir xətt yaranırdı. Onu siz həmin bir videoda indi görəcəksiniz. Yəni yenə də xəttlər eyni müstəvi üzərində getmədilər. Bunun üçün nə etmiş oldu? Biz gizli qapının həm iç, həm çöl tərəfində, belə deyək, hər iki tərəfində o qruntovka hissəsini qaşıyıb kölgə profilinin hündürlüyünə gətirmiş olduq. Bu da yaxşı variant idi. Gözəl görsənirdi, amma bir məqam var idi ki, burada artıq gizli qapının altına yerləşdirilən o stoper rolunu oynayan həmin o maqniti yerləşdirmək mümkün olmur. Amma bu variant gözəl variant idi əslində. Stoper işləri korladı orada. Bunun üçün də artıq nə etmiş olduq biz? Gizli qapının altında olan həmin o boşluq özü 10 mm, yəni 1 sm olduğuna görə biz bütün mənzildə həmin o kölgə profili, plintus o əvəz edən kölgə profili biz 10 mm, yəni 1 sm saldıq. Bu zaman çox gözəl görüntü əldə etmiş olduq. Bütün o belə deyim minimalist atmosferi yaratmış olduq. Çünki bütün ev boyu bütün xəttlər eyni idi. Amma bir şeydə diqqətli olmaq lazımdır ki, mebelləri sifariş eləyəndə həmin o kölgə profili hündürlüyü qədər yox, 2 sm boşluq saxlayın mebellərin altında. Çünki mənzilə xalça döşəndiyində həmin o mebellərin qapaqları açılmayacaq. 1 sm onlar üçün indi bu görüntüdə görürsünüz ki, çox da elə yaxşı variant sayılmır. Xalçaların da hamısı hamar olmur da, yəni onların qıraq hissələri dalğavari olur, belə deyək. Ümumiyyətcə xalçanın da öz qalınlığı olur. Ona görə də mebellərin altındakı boşluğun 2 sm olub, kölgə profilin 1 sm olmağı elə də pis görüntü yaratmır, çox da estetik görüntü yaradır. Yəni buna diqqət edin.